Salamlar, necəsiz? Bugün sizlər üçün pirog hazırladım. Uşaqların sevimlisi, çox ləzzətli və dadlı piroqlardır. Əgər bu cür piroqdan siz də hazırlamaq istəyirsinizsə, videonu izləyin. Kanalıma abunə olun. Sonda videonu bəyənməyi unutmayın. 2 ədəd yumurta, 1 stəkan şəkər tozunu qarışdırıb, üzərinə 1 stəkan qatıq əlavə etdim. Üzərinə yarım stəkan duru yağ. 2 stəkan un, 1 paket qabartma tozu. Xəmirimizdən ayrıca bir qaba biraz götürüb, içərisinə kakao əlavə etdim və qarışdırıram. Hazırladığım qarışımı xəmirimin üzərinə əlavə edib, yaxşıca qarışdırdım. Artıq xəmirimiz hazırdır. Belə bir qablardan istifadə edirəm. Xəmiri qablara əlavə edib 180 dərəcədə bişiririk. Hazırlayan hər kəsə nuş olsun.